Almaniyanın demək olar ki, 4-cü ən böyük şəhəri hesab edilən Köln şəhərindənik. Mənim yaşadığım şəhər Remscheid ilə Köln arasındakı məsafə maşınla təxminən 1 saatlıq yoldur. Köln həqiqətən də çox maraqlı bir şəhərdir. Tarixi çox qədimdir. Bu şəhər Reyn çayının boyunca uzanır. Ən məşhur yeri də əlbəttə Köln katedralıdır. Burada hər küncdə başqa bir gözəllik tapmaq mümkündür. İlk dayanacağım yeri seçmək çətin olsa da, nəhayət ki, Kölnün ən məşhur simvolu olan Köln katedralına getməyə qərar verdim. Və Köln şəhərinin də belə deyək, simvoluna çevirən əsas yerindən başlayırıq Köln şəhərini kəşf eləməyə. Ümumiyyətlə, Köln şəhərinin yaradıcıları Bizanslar olub tarixən və ilk səyahət edəcəyimiz yerlə sizi tanış edeyim. Köln Dom katedralı möhtəşəm tikilidir. İstəyirəm bunun haqqında sizə bir kiçik bir məlumat verim. Bu tikili 600 ildən çox müddətə tikilib hazır olunub. 1248-ci ildə və 1880-cı ilə qədər tikiliş davam edib. Dünya müharibəsi zamanı demək olar ki, Köln şəhəri bütövlükdə dağılıb və buna rəğmən Köln Dom katedralı qalıb. Köln katedralının içindəki atmosferi yaşamaq üçün içəri daxil olun və hər addımda bu möhtəşəm tarixi yeri daha da yaxından hiss etdim. Məni valeh eləyən şeylərdən biri məhz bu kilsələrin memarlıq işləridir. Həqiqətən möhtəşəm memarlıq işləri var da burada. Mənim çox xoşuma gəlir. Bura Köln şəhərinin mərkəzi vağzalıdır. Məni həm TikTok səhifəsindən izləyə bilərsiniz, həm Instagram, həm Facebook, həm də YouTube kanalından izləyə bilərsiniz. Şamxal Ağaməloğlu adlı YouTube kanalında yayımlanan xəyallarımın ardınca. Eləcə də TikTok səhifəsi var. İzləməyə davam edin. Buralar çox maraqlıdır. Bütün Avropa ölkələrində olduğu kimi Almaniya və Köln şəhərində də küçə mədəniyyətindən, küçə musiqilərindən yan keçməyib. Buraya da istirahət edir. Küçə musiqisi ilə məşğul olan yaşlı dayday var və gitara ilə gözəl mahnı ifa edir. Köln katedralındakı unudulmaz təcrübədən sonra növbəti dayanacağım Reyn çayı üzərindəki o məşhur körpü oldu. Bu körpünün özünə məxsus bir sehirli havası var. Dostlar, demək o həmin o möhtəşəm körpüyə doğru yaxınlaşırıq. Ondan öncə mən sizin həmin bu körpü ətrafındakı olan o gözəl mənzərəni çəkimi göstərim və sonra körpü haqqında sizə məlumat verəcəm. Möhtəşəm görüntüdür Reyn çayı ətrafında. Baxın, bax bu möhtəşəm körpü. Bu Reyn çayı Hollandiya, Almaniya, səhv eləmirəmsə İsveçrədən də keçir. Möhtəşəm görüntüdür. Körpü üzərindəki sevgi qıfılları ənənəsi var. Son 15 ildə populyar olub bura. Hazırda bu demək körpü üzərində ümumi çəkisi, qıfılların çəkisi 40 tondan çoxdur. Şəhər bələdiyyəsi bununla bağlı narahatçılıq yaşayır, ancaq buna rəğmən yenə də buranı saxlayıb. Nə bilim, evlənmək istəyən, uşağı olmaq istəyən gəlir bura bir dənə qıfıl bağlayır. Deyir ki, ya Seyid Lazım Dursun ağanın cəddi, ma kömək ol, uşağım olsun. Yoxsa uşağım olmayacaq. Qədim şəhərə doğru yol almalıyıq. Gedək oranı çəkək. Orada bir restoran var, oranı da çəkək. Ondan sonra Milad bayramı, İsa'nın doğum günü ilə bağlı belə deyək. Son gündür, Vaynaq deyirlər. Son gündür, son gecədir. Ona görə də bu fürsəti dəyərləndirmək lazımdır. Şəhər dediyim kimi tıklımdır. İnsanlar doludur və biz də bundan istifadə edəcəyik.
Baxın, Köln şəhərin mərkəzində belə bir dənə qatar mı deyim, yəni sırf turistlərə hesablanmış bir şeydir. Gəzdirir, şəhər turu eləyir. Xüsusən də körpə uşaqların sevimli, belə deyək, mini nəqliyyat vasitəsidir uşaqlar üçün. Haqqında danışdığımız restoranın qarşısına gəldik, Funkhaus. Funkhaus restoranı köhnə radio stansiyasının hər tərəf işıqlar, bəzəklər və dadlı yemək stendləri ilə doludur. Adam özünü tam bir qış nağılında hiss edir. Eyni zamanda sanki bir musiqi studiyasına daxil olmaq kimidir. Restoranın interyerində nostalji radio elementləri diqqət çəkir dostlar. Çəkilişə icazə vermirlər. Ancaq belə bir kiçik kadr göstərə bilərəm. İndi isə şəhərin ən sevilən yerlərindən biri olan Yeni il yarmarkasına yollanıram. İşıqlar, musiqi və qışın seyirli atmosferi məni gözləyir. Bu yarmarka Kölnün ən böyük və ən gözəl yeni il yarmarkasıdır. Demək, dostlar, gəldi çıxdı bu, yəni Milad belə deyə bazarı və buradan girişdir. Burada şəhərdə müxtəlif belə deyə fast foodlar, küçə yeməkləri, eyni zamanda uşaqların əyləncəsi üçün müxtəlif atraksiyonlar, buz üstündə sürüşmə. İndi yavaş-yavaş hamısı ilə sizi yaxından tanış eləyəcəm. Və Enervidə, bizim əyalətdə, bizim torpaqda ən yaxşı Milad bazarı məhz Köln şəhərində olur. İnsan o qədər çoxdur. Bir sonuncu gündür. Bax, belə şirniyyatlar, nə bilim, uşaqlar üçün dediyim kimi müxtəlif oyuncaqlar mı deyim, necə adlandırırsınız artıq. Çox maraqlıdır. Bizlər də bir şeylər yeyəcəyik. Mənim səyahət videolarımın içində küçə yeməklərinin dadına baxmaq da var. Və dediyim kimi, bütün gəziləcək, görüləcək yerlərin əksəriyyəti məhz bu katedralın ətrafındadır, bu kilsənin ətrafındadır. Görün, nə gözəl düzəldiblər. Xatırlayırsınızsa, bir neçə il öncə mən Remscheiddə, öz şəhərimizdə çəkmişdim. Orada balacaydı, ancaq bura, dediyim kimi, ən böyüyü və ən gözəli buradadır. Dediyim kimi, ola bilər ki, bəlkə də Almaniyada və xüsusən də Kölndə yaşayan dostlarımız üçün buralar maraqsız gəlsin, amma buraları görə bilməyən dostlarımız var. Məhz onlar üçün çəkirəm. Möhtəşəm hazırlayıblar, həqiqətən. Deyilənlər öz haqqını verir. Milad bayramı ilə bağlı Milad bazarında gözəl bir səhnə yaradıblar. Mən də düz gəldim, qarşısına çıxdım. Yarmarkada Argentina mətbəxindən bir xəmir yeməyi diqqətimi çəkdi. Elə bir pizza ilə qutabın qarışığını yaratmışdılar. Dedim ki, bunun dadına baxmadan buradan çıxmaq olmaz. Bu Argentina mətbəxinə aid olan banane dedilər. İstəyirəm onu sizlərlə bərabər prob eləyək, görək nə qədər, necə bir şeydir. 8 euro verdim bura. Bu pendirlidir, həm də sarımsaqlıdır. Maraqlı bir şeydir. Gəlin deyib, ətlə olan dadına baxa görək, ətlə olan necədir. Maraqlı da soğuzları var. Xəmir yeməklərinə, ət yeməklərinə üstünlük veririk. Dostlar, demək, gəldi çıxdıq qədim şəhərə. Bax, belə qədim şəhərin içində ilk öncə belə restoran var, restoranlar var. Və mən istəyirəm öncə bu köhnə şəhərin içindəki Milad bazarı ilə də sizi tanış edin. Aşağı yuxarı eynidir, amma müəyyən mənada bəzi fərqlər var. O fərqləri göstərmək istəyirəm. Bura bir nağıllar aləmidir sanki, dostlar. Bax, həmin o sizə dediyim uşaqlar üçün olan atraksiyonlar buradadır. Bax, belə bir kafe var. Qədim şəhərdə gəzişərkən taxtadan hazırlanmış maraqlı bir pivəxanaya rast gəldim. İçəri baxanda gördüm ki, ora adamla dolub daşır. Deyəsən, burada həyat qaynayır.
Maraqlı bir şey tapmışam, onu da sizə göstərim. Amma bilmirəm, bu idman növünün adı nədir də? Yəni, qış idman növləri arasında gedir. Təbii ki. Baxın, bu şeyləri atırlar, bu yumruları. Görürsünüz, getdi. Ən sevdiyim Avropada bu taxta kafe mədəniyyətidir. Kafeləri belə taxtadan olması çox xoşuma gəldi. Ləzzət edir. Pivnoylar da belə deyək. Bax, millət doludur. Bayaq göstərmişdim. Bax, bu da qədim şəhərdir dostlar. Kölnün qədim şəhəri, içəri şəhəri. Belədir. Axşam görüntüləridir bu. Dediyim kimi, mən xüsusən bu Milad bazarına görə gəldim. Amma çox gözəldir, həqiqətən buraları sizə göstərmək. Qardaşlarımız belə qəşəng. Hər halda qızardırlar mı deyim, necə? Qızardırlar ya, necə, nə deyirlər o? Qızardırlar, qaynadırlar, axırı ki. Bax belə, kağızları gördüm, yadıma şey düşdü. Bizim o əvvəl simiçqa verdilər, kağızlardan. Ha, 1914 və 2000-ci illər arasındakı olan jurnallar, nə bilim, qəzetlər, maraqlı bir şeydir. Salamlar, eşq olsun Azərbaycanlılara. Burada da Azərbaycanlarımızı gördük, salamlar. Burada belə suvenirlər var onlar üçün. Das ist auch heute der letzte Abend, also keine falsche Scheu. Greifen Sie da gerne zu, die Hefte sind kostenlos. Falls Sie trotzdem einen kleinen Obolus geben wollen, freuen wir uns natürlich sehr darüber. Aber jetzt zuerst einmal eine kurze Ouvertüre unsererseits zu einem bekannten deutschen Weihnachtslied und danach Lied Nummer 16. Maraqlı daha bir video sizin üçün gəlir. Demək, burada bax, bu dostlarımız at nalı düzəldirlər. Ümidvaram, öz maraqlı çəkilişlərimlə YouTube kanalımda, istər TikTok kanalımda fərqliliyi ortaya qoyuram. Sizlərin zövqlərini oxşaya bilirəm. İzləməyə davam edin. Gəzib görmək gözəl şeydir. Dünyanı gəzin, gəzin ki, inkişaf eləsiniz, dünya görüşünüz daha da çox olsun. Fərq yoxdur, hansı dinə, hansı inanca sahib olmağından asılı olmayaraq. Əgər bir günün belə xoş keçirsə, onun qiyməti, dəyəri yoxdur. Harda, necə, nə cür fərq etməz. İnsanlar mehriban olsun, yetər ki, bəzən ayrı seçkili eləyirlər, nə bilim, müsəlman bayramı, xristiyan bayramı fərq etməz, əsas odur. İnsanlar birlik və bərabərlik içində olsun, tolerant olsun, mehriban olsun. Qoy bu yeni il dinindən, inancından və kimliyindən asılı olmayaraq hər birimizin içindəki yaxşılıq və ümidləri oyandırsın. Hər fərqimizlə bir arada daha güclü və dünyamız biraz daha gözəl etmək üçün hər birimiz öz payımıza düşəni edə bilərik. Qoy bu 2025-ci il bəşəriyyət üçün daha çox sevgi, anlayış və sülh gətirsin.